Salam əziz şagirdlər. Bu videoda funksiyalar və qrafiklər mövzusunun birinci bölməsini izah edəcəm. Y bərabərdir kx plus b, y bərabərdir k bölü x funksiyaları, onların qrafikləri və qrafiklərinin çevrilmələri. Baxaq birinci suala. Y bərabərdir 3-1 x çıx 20 funksiyasının sıfırlarını tapın. Funksiyanın sıfırlarını tapmaq üçün həmin funksiyanı sıfıra bərabər etmək lazımdır. Yəni 3-1 x çıx 20 bərabərdir 0. Buradan 3-1 x bərabərdir 20, x də bərabərdir 60-a. Deməli, cavab C variantı. Baxaq ikinci suala. Y bərabərdir 9 funksiyasının sıfırlarını tapın. Bu funksiya sabit funksiyadır. Qrafiki isə OX oxuna paralel olan düz xəttdir. Bu funksiya OX oxunu heç bir nöqtədə kəsmir. Ona görə də bu funksiyanın sıfırları yoxdur. Yəni cavab D variantı. Üçüncü sual. Y bərabərdir k böl x funksiyasının qrafiki 9 mənfi 3-1 nöqtəsindən keçirsə k-nı tapın. Burada 9 x-dır, mənfi 3-1 isə y-dir. Biz gətirib funksiyada yerinə qoyaq və k-nı tapaq. Mənfi 3-1 bərabərdir k böl 9-a. Buradan da k bərabərdir mənfi 9 böl 3-ə. Cavab mənfi 3. Deməli, k mənfi 3-ə bərabərdir. Cavab A variantı. Dördüncü sual. Y bərabərdir k böl x funksiyasının qrafiki mənfi 25 5-1 nöqtəsindən keçirsə k-nı tapın. Burada mənfi 25 x-dır, 5-1 isə y-dir. Gətirib funksiyada yerinə qoyub k-nı tapaq. Y-in yerinə qoyuruq 5-1 bərabərdir k böl mənfi 25. Deməli, buradan k da bərabərdir mənfi 25 böl 5 bərabərdir mənfi 5-ə. Deməli, k mənfi 5-ə bərabərdir. Cavab B variantı. Beşinci sual. K-nın hansı qiymətində y bərabərdir k çıx 2 bölü x funksiyasının qrafiki mənfi 3 mənfi 7 nöqtəsindən keçir. Deməli, biz x və y-i gətirib yerinə qoyaq. K çıx 2 böl mənfi 3 bərabərdir mənfi 7. K çıx 2 bərabərdir mənfi 7-ni mənfi 3-ə vurduqda 21. K da bərabərdir 23-ə. Cavab D variantıdır. Altıncı sual. Bucaq əmsalı mənfi 0,4 olan xətti funksiyanın qrafiki mənfi 2,5, 2,6 nöqtəsindən keçirsə onun tənliyini yazın. Bucaq əmsalı k bərabərdir mənfi 0,4, mənfi 2,5 və 2,6 nöqtəsindən keçir. Deməli, x mənfi 2,5-dir, y də 2,6-dır. Xətti funksiyanın qrafiki y bərabərdir kx plus b şəklindədir. Deməli, yazırıq 2,6 bərabərdir. Y-i gətirib yerinə qoyduq. K mənfi 0,4 vur mənfi 2,5 üstə gəl B. Buradan B-ni tapırıq. 2,6 bərabərdir 0,4-ü 2,5-ə vurduqda deməli 1 plus B. Buradan B bərabərdir 1,6-ya. Biz B-ni 1,6 tapdıq. K isə mənfi 0,4-dür. Yazıram y bərabərdir kx plus b. Buradan da y bərabərdir k-nın yerinə yazıram mənfi 0,4 x. Üstə gəl 1,6. C variantı. Yeddinci sual. Funksiyalardan hansı xətti funksiyadır? Xətti funksiya y bərabərdir kx plus b şəklindədir. Deməli, x məxrəcdə ola bilməz. A variantı deyil, B-də deyil, C-də deyil, D variantı da deyil, cavab Y variantıdır. Y bərabərdir x böl 5 plus 3-də 1. Deməli, burada 5-də 1 x, k-nın yerində 5-də 1 durur. Üstə gəl, B-nin yerində isə 3-də 1 durur. Baxaq 8-ci suala. Qrafikə görə xətti asılılığı müəyyən edin.
Y bərabərdir kx-a. K da bərabərdir tangens alfaya. Bizə də alfanı 60 dərəcə verdiyinə görə k bərabərdir tangens 60-a. Tangens 60-da da kök 3 qiymətini alır. Deməli, xətti asılılıq necə olur? Y bərabərdir k-nın yerinə kök 3 yazırıq, x. Yəni, y bərabərdir kök 3 x, y variantı. Baxaq 9-cu suala. Qrafikə görə xətti asılılığı müəyyən edin. Bizə alfanı 120 dərəcə verib. Deməli, k bərabər olur tangens 120 dərəcəyə. Bu da bərabərdir tangens 180 çıx 60. Tangens də ikinci rübdə mənfi olur. 60, tangens 60 isə kök 3-ə bərabərdir. Yəni, mənfi kök 3. Deməli, xətti asılılıq necə olur? Y bərabərdir kx. Buradan da bərabər olur. Deməli, y bərabərdir mənfi kök 3 x-a. Cavab C variantı. 10-cu suala baxaq. Y bərabərdir kx plus b xətti funksiyasının verilmiş qrafikinə görə k və b-nin işarəsini müəyyən edin. Qrafik x oxu ilə iti bucaq əmələ gətirdiyinə görə k müsbət olur. Kör bucaq əmələ gətirdikdə isə mənfi olur. Burada iti bucaq əmələ gətirib deyə k-nı müsbət götürürük. Burada b isə mənfidir. B kiçikdir 0-dan. Deməli, k müsbət, b mənfi. Hansı variantdır? B variantında. 11-ci sual. Burada da y bərabərdir kx plus b funksiyasının qrafikinə görə k və b-nin işarəsini müəyyən edin. Burada qrafik x oxu ilə körbucaq əmələ gətiribdir. Ona görə k kiçikdir 0 olur. B isə müsbətdir. B böyükdür 0-dan. Deməli, k mənfi, b müsbət. Hansı variantdadır? K mənfi, b müsbət. D variantında. Baxaq 12-ci suala. Y bərabərdir kx üstəgəl b funksiyasının qrafikinə əsasən k üstə b-nin cəmini tapın. K nəyə bərabərdir? Tangens alfaya. Tangens də nə deməkdir? Yəni, qarşı katetin bitişik katetə olan nisbəti. Bərabərdir. Qarşı katet neçədir? 5. Bitişik katet də 5-dir. Deməli, 5-in 5-ə nisbəti bərabərdir 1-ə. Deməli, tangens alfa 1-ə bərabərdir. Yəni, k da 1-ə bərabərdir. Deməli, k-nı tapdıq 1. B nəyə bərabərdir? B də burada 5-ə bərabərdir. B bərabərdir 5-ə. Deməli, k üstə b cəmi də 1 üstəgəl b bərabərdir 6. Cavab A variantı. Baxaq 13-ə. Y bərabərdir 5-də 3x üstəgəl 4 düz xətti üzərində apsisi ordinatına bərabər olan nöqtənin koordinatları cəmini tapın. Y bərabərdir 5-də 3x üstəgəl 4. Apsisi ordinatına bərabərdir nə deməkdir? Yəni, x bərabərdir y-ə. Burada x-in də yerinə y qoyub həll edirəm. Yazıram y bərabərdir 5-də 3 y üstəgəl 4. 5-də 2 y bərabərdir 4-ə. Y də bərabərdir 4-ü bölürəm 5-də 2-yə. Yəni 4-ü vururam 2-də 5-ə. Cavab 10. Demək, y də 10-dur, x da 10-dur. Cəmləri isə 20-yə bərabərdir. Cavab C variantı. 14-cü sual. Y bərabərdir 4-də 3 x üstəgəl 2 düz xətti üzərində apsisi ordinatına bərabər olan nöqtənin koordinatları cəmini tapın. Yenə x bərabərdir y-ə. X-in yerinə də y qoyub həll edirəm. 4-də 1 y bərabərdir 2-yə. Y də bərabərdir 2-ni 4-də 1-ə bölürəm. Yəni 2-ni 4-ə vururam 8. Y 8-dir. Bərabər olduğuna görə x də 8-ə bərabər olur. Cəmləri isə 16. Cavab D variantı. 15-ci suala baxaq. Qrafik hansı funksiyaya uyğundur? Bu qrafik tərs mütənasiblik funksiyasının qrafikinə aiddir. Yəni, y bərabərdir k böl x. Deməli, cavab B variantı. Burada k 1-ə bərabər olduğuna görə 1 böl x yazılıbdır. Baxaq 16-cı suala. Y bərabərdir k böl x və y bərabərdir b böl x funksiyalarının qrafikləri verilmişdir. K və b-nin işarəsini təyin edin. Burada
Y bərabərdir k böl x birinci və üçüncü rübdə yerləşib, ona görə k müsbət olur. B isə ikinci və dördüncü rübdə yerləşdiyinə görə B mənfiyə bərabərdir. Yəni B kiçikdir 0. K müsbət, B mənfi. Cavab C variantı. 17-ci sual. Y bərabərdir k böl x və y bərabərdir b böl x funksiyalarının qrafikinə əsasən k və b-nin işarəsini müəyyən edin. Burada hər iki qrafik ikinci, dördüncü rübdə yerləşdiyinə görə k da mənfiyə bərabər olur, b də mənfiyə bərabər olur. Cavab A variantı. Baxaq 18-ci suala. A mənfi, B mənfi və modula kiçikdir modul B olduqda y bərabərdir ax, y bərabərdir bx funksiyalarının qrafiki necə yerləşmişdir? Burada A mənfi, B mənfi qeyd etdiyinə görə qrafiklər hər ikisi də ikinci və dördüncü rübdə yerləşməlidir. Baxırıq A variantına. Burada bx qrafiki birinci və üçüncü rübdə yerləşib. Yəni müsbətdir. Ona görə A variantı deyil. Baxırıq B-də. B-də hər ikisi birinci və üçüncü rübdə yerləşib. Ona görə B variantı da deyil. C-də 2 və 4-də yerləşib. D-də isə AX birinci və üçüncü rübdə yerləşib. Ona görə D variantını da götürə bilmərik. Qalırıq C ilə Y variantları arasında. Burada qeyd edib ki, modulca B A-dan böyükdür. Ona görə də B Y oxuna daha yaxın olmalıdır. Deməli, Y variantıdır. B Y oxuna daha yaxındır. Cavab Y variantı. On 19-cu sual. Fx sabit funksiyası üçün F1 vurulsun F3 vurulsun F9 bərabərdir mənfi 27 olarsa F64'ü hesablayın. Sabit funksiya həmişə eyni qiymətləri alır. Ona görə də elə F1 bərabər olur F3-ə, o da bərabər olur F9-a. Bunların hamısının yerinə F1 yazsam, F1 vur F1 vur F1 bərabərdir mənfi 27. Yaza bilərəm. F1-in kubu bərabərdir mənfi 27-yə. Buradan da F1-i tapdım, mənfi 3. Deməli, F elə 64 də mənfi 3-ə bərabərdir. Çünki sabit funksiyadır. Cavab C variantı. Baxaq 20-ci suala. Fx bərabərdir a çıxı 3x-in kvadratı üstə gəl b çıxı 4x üstə gəl 2a üstə gəl 3b. Sabit funksiya x-dan asılı olmur. Yəni x bərabər olur 0-a. Burada x-in 0-a bərabər olması üçün a çıxı 3 də 0-a bərabər olmalıdır. A bərabərdir 3. Burada x-in 0-a bərabər olması üçün b çıxı 4 də 0-a bərabər olmalıdır. Deməli b də bərabərdir 4-ə. Onda fx bərabərdir 2 vur 3 üstə gəl 3 vur 4 bərabərdir 18-ə. Deməli f a üstə gəl b, yəni f3 üstə gəl 4 də elə 18-ə bərabərdir. Çünki sabit funksiyadır. X fərqlidir 5 və bu funksiya sabit funksiya olarsa k üstə gəl f2 cəmini tapın. Belə bir qayda var ki, bu funksiyanın sabit funksiya olması üçün a böl c bərabər olmalıdır b böl d-yə. İndi bunu yuxarıdakı funksiyada tətbiq edək. Bu funksiyanın sabit funksiya olması üçün k böl 5 bərabər olmalıdır 5 böl mənfi 25-ə. Deməli, buradan k-nı tapırıq ki, mənfi 1-ə bərabərdir. Gətirib funksiyada yerinə qoyaq. Fx bərabərdir mənfi x üstə gəl 5, 5x minus 25. Bu da bərabərdir. Mənfini çıxarıram mötərizə xaricinə. X çıx 5, buradan 5-i çıxarıram mötərizə xaricinə, x çıx 5. Bərabərdir. X çıx 5-lər ixtisar getdi, qaldı mənfi 5-də 1. Deməli, fx mənfi 5-də 1-ə bərabərdir. Sabit funksiya olduğu üçün elə f2 də mənfi 5-də 1-ə bərabərdir.
Bizdən soruşur k üstəgəl f2 cəmi neçəyə bərabərdir? K-nı -1 tapdıq. F2-ni isə -5/1. Cavab -1,2. 22-ci suala baxaq. Y bərabərdir 3x minus 7 və y bərabərdir 5x minus 13. Düz xətlərin kəsişmə nöqtəsinin koordinatları asilini tapın. Bu düz xətlərin kəsişmə nöqtələrini tapmaq üçün bunları bir-birinə bərabər etmək lazımdır. Yazıram 3x çıx 7 bərabərdir 5x çıx 13. 2x də bərabərdir 6-ya. Buradan x də bərabərdir 3-ə. Gətirib x-i yerinə qoyuram. Y bərabərdir 3 vur 3 çıx 7. Buradan da y-i tapdım ki, 2-yə bərabərdir. Koordinatları hasili isə x vur y bərabərdir 6-ya. Baxaq 23-cü suala. İki şagirdin oxuduğu səhifələrin sayının zamana görə dəyişməsini göstərən fx və gx funksiyalarının qrafikləri verilmişdir. Neçə dəqiqə sonra iki şagirdin oxuduğu səhifələrin ümumi sayı 210 olar. Bu qrafik y bərabərdir kx funksiyasının grafikidir. Burada səhifələrin sayı y-dir, vaxt dəqiqə isə x-dir. Birinci baxıram fx funksiyasına. Burada y nəyə bərabərdir? 18-ə. X nəyə bərabərdir? 20-yə. Buradan k-nı necə taparam? K bərabərdir y böl x. Bərabərdir 18 böl 20. Bu da bərabərdir 10/9-a. Deməli, k-nı tapdım ki, 10/9-a bərabərdir. Onda funksiyanı necə yaza bilərəm? Y bərabərdir. Burada k-nın yerinə 10/9 qoyuram. Y bərabərdir 10/9x. Bu oldu fx funksiyası. İndi baxıram gx funksiyasına. Y bərabərdir 15-ə. X da bərabərdir 30-a. Buradan k-nı necə tapıram? Y-i bölürəm x-a. Yəni 15-i bölürəm 30-a. 2/1. K-nı tapdım 2/1. Funksiya necə olar? Y bərabərdir 2/1 x-a. Bu da oldu gx funksiyası. Bizdən soruşur ki, neçə dəqiqə sonra iki şagirdin oxuduğu səhifələrin ümumi sayı 210 olar. Səhifələrin ümumi sayı dedikdə yazırıq fx plus gx bərabərdir 210-a. Yazıram. Funksiya fx funksiyası nə oldu? 10/9x. Üstəgəl gx funksiyası oldu 2/1x. Bərabərdir 210-a. Burada x-i tapdıqda biz dəqiqəni tapmış oluruq. Yazıram indi 10/9x üstəgəl 5x bərabərdir 210-a. 14x bölü 10 bərabərdir 210. Buradan x bərabərdir 210 vururam 10-a, bölürəm 14-ə. Bu da bərabərdir 150-yə. Deməli, 150 dəqiqə sonra iki şagirdin oxuduğu səhifələrin ümumi sayı 210 olar. Baxaq indi 24-cü suala. Qrafikdə eyni gücə malik olan işçilərin sayı ilə onların eyni bir işi yerinə yetirmə müddətləri arasında asıllıq verilmişdir. 20 işçi həmin işi neçə günə yerinə yetirər? Bu qrafik tərs mütənasiblik funksiyasının grafikinə aiddir. Yəni y bərabərdir k böl x funksiyasının grafikidir. Burada k bərabərdir x vurulsun y-ə. Burada say y-dir, zaman isə x-dir. Baxıram birinciyə. Deməli, say 10 olduqda, yəni y 10 olduqda zaman n üstəgəl 1 olur. Yəni x olur, n üstəgəl 1. Onda k nəyə bərabərdir? K bərabərdir x vurulsun y-ə. Yəni 10 vurulsun n üstəgəl 1-ə. Deməli, biz k-nı tapdıq ki, 10 vurulsun n üstəgəl 1-dir. Baxıram digərinə. Say n olduqda, yəni y n olduqda zaman n üstəgəl 7 olur. Yəni x bərabər olur n üstəgəl 7-yə. Buradan k bərabərdir x vur y-ə. Yəni n vurulsun n üstəgəl 7-yə. İndi bu k-ları bərabər eləyirik. 10 vur n üstəgəl 1 bərabərdir n vur n üstəgəl 7-yə. 10n üstəgəl 10 bərabərdir n kvadratı üstəgəl 7n. N kvadratı üstəgəl 7n-dən çıxdıqda 10n olur -3n.
Çıx 10 bərabərdir 0-a. Bunu da vuruqlara ayırsaq, n çıx 5, n üstəgəl 2 bərabərdir 0. Buradan n-i tapırıq 5. N mənfi 2 ola bilməz, ona görə n-i tapdıq 5. Onda k nəyə bərabər olur? Gətirək burada yerinə qoyaq. K bərabər olur ki, 10 vurulsun 5 plus 1, yəni 6 bərabərdir 60-a. Deməli, k-nı da tapdıq 60. Bizdən soruşur ki, 20 işçi həmin işi neçə günə yerinə yetirər? Yəni, say 20 olsa, yəni y 20 olsa, zaman neçə olar? Yəni, x bərabərdir sual. Deməli, k-nı 60 tapmışdıq. Buradan x-i tapsaq, k böl y-ə bərabərdir. Yəni, 60 böl 20-yə bərabərdir 3. Deməli, 20 işçi bir işi 3 günə yerinə yetirər. Keçək 25-ci sualın izahına. A parametrinin neçə tam qiymətində y bərabərdir 2ax üstəgəl 3a kvadratı çıx 14a funksiyasının qrafiki ordinat oxunu mənfi hissədə kəsər. Bu xətti funksiyadır, yəni y bərabərdir kx üstəgəl b şəklindədir. K-nın yerində 2a-dır, b-nin yerində isə 3a kvadratı çıx 14a-dır. Deməli, b bərabərdir 3a kvadrat çıx 14a-ya. Bu funksiyanın qrafikinin ordinat oxunu mənfidə kəsməsi üçün b kiçikdir 0 olmalıdır. Yəni, b mənfi olmalıdır. Yazıram 3a kvadrat çıx 14a kiçikdir 0. Bərabərsizliyi həll edirəm. A çıxır mötərizə xaricinə, 3a çıx 14 kiçikdir 0. Ədəd oxu çəkirəm. 0 və 14 bölü 3 qiymətlərini qeyd edirəm. 14 bölü 3, yəni 4,3-də 2 idi. Deməli, 0-dan kiçik bir ədəd versəm, məsələn, mənfi 1 versəm, mənfi vur mənfi olur müsbət. 0 və 4,3-də 2 arası bir ədəd versəm, məsələn, 1 versəm, olur 1 vur mənfi, yəni mənfi. 4,3-də 2-dən böyük bir ədəd versəm, olur müsbət. Deməli, A 0 və 4,3-də 2 arası qiymətlər alır. Bizdən soruşur, neçə tam qiymət alır? 1, 2, 3, bir də 4. Yəni 4 tam qiymət alır. Baxaq 26-ya. M parametrinin hansı müsbət qiymətində fx bərabərdir? Mx üstəgəl 9 böl 4x üstəgəl m sabit funksiya olar. Bu funksiyanın sabit olması üçün m böl 4 bərabər olmalıdır 9 böl m-ə. Yəni m kvadratı bərabər olmalıdır 36-ya. M də olur -6 və müsbət 6. Bizə də hansı müsbət qiymətində dediyinə görə m bərabərdir müsbət 6 götürürük. Baxaq 27-ci suala. Düz xətlər üçün uyğunluğu müəyyən edin. Baxaq birincisinə. 2x üstəgəl 3y bərabərdir 5. Bunu y bərabərdir kx üstəgəl b funksiyası şəklində yazaq. 3y bərabərdir 5 çıx 2x. 3y bərabərdir, yerlərini dəyişirəm. -2x üstəgəl 5. Hər tərəfi 3-ə bölürəm. -2 böl 3x üstəgəl 5 böl 3. Yəni, alındı y bərabərdir -3-də 2x üstəgəl 3-də 5. Burada k -3-də 2-yə bərabərdir. B isə 3-də 5-ə bərabərdir. İndi baxaq variantlara. A variantı qrafiki koordinat başlanğıcından keçir. Xeyr, qrafiki koordinat başlanğıcından keçsəydi B 0-a bərabər olardı. Burada isə B 3-də 5-ə bərabərdir. Ona görə 1-ə A uyğun deyil. B variantı bucaq əmsalı -1,5-ə bərabərdir. Bucaq əmsalı K-dır. Burada K -3-də 2-yə bərabərdir. 1-ə B də uyğun deyil. Baxaq C variantına. Qrafiki bir nöqtəsindən keçir. Yoxlayaq baxaq. -3-də 2 vur 1 üstəgəl 3-də 5 bərabərdir. 3-də 3, yəni 1. Deməli, x-a 1 verdikdə y-də 1 alındı. Yəni, qrafiki bir nöqtəsindən keçir. Baxaq ikincisinə. 3x üstəgəl 3y bərabərdir -1.
Bunu da y bərabərdir kx üstəgəl b funksiyası şəklində yazaq. 3y bərabərdir -1 çıx 3x. 3y bərabərdir, yerlərini dəyişirəm. -3x çıxılsın 1. Buradan da y bərabərdir. Hər tərəfi 3-ə bölürəm. -x çıxılsın 3-də 1. Burada k-nın yerində -1 dayanır. B-nin yerində isə -3-də 1. İndi baxaq variantlara. Qrafiki koordinat başlanğıcından keçir. Xeyr. Yenə B 0 deyil. B -3-də 1-ə bərabərdir. B variantı. Bucaq əmsalı -1,5-ə bərabərdir. Xeyr. K -1-ə bərabərdir. Deməli, B-də uyğun deyil. Baxaq D variantına. Apsis oxunu müsbət istiqaməti ilə 135 dərəcəli bucaq əmələ gətirir. Deməli, K bərabərdir tangens alfaya. Burada da alfanı 135 dərəcə verib, tangens 135 bərabərdir -1-ə. Deməli, K -1-ə bərabərdir. Bəli, K -1-ə bərabərdir. 2-yə uyğundur D variantı. Baxaq Y variantına. Qrafiki -1, 3-də 2 nöqtəsindən keçir. Yoxlayaq. Deməli, y bərabərdir -x çıxılsın 3-də 1. X-in yerinə -1 qoyaq. Deməli, 1 çıxılsın 3-də 1. Bərabərdir 3-də 2. Deməli, x-a -1 verdikdə y 3-də 2 alındı. Deməli, qrafiki -1, 3-də 2 nöqtəsindən keçir. 2-yə uyğundur D variantı. Baxaq 3-cüyə. 3x üstəgəl 2y bərabərdir 0. Bunu da y bərabərdir kx üstəgəl b funksiyası şəklində yazaq. Deməli, 2y bərabərdir -3x-a. Buradan da y bərabərdir -3/2x. Yəni, k-nın yerində -3-də 2-dir. K bərabərdir daha doğrusu -2-də 3-ə. Deməli, k bərabərdir -1,5. Baxaq, qrafiki koordinat başlanğıcından keçir. Bəli, b-si 0-a bərabərdir. B bərabərdir 0. 3-ə uyğundur A variantı. Baxaq ikinciyə. Bucaq əmsalı -1,5-ə bərabərdir. Yəni, k bərabərdir -1,5. Düzdür. 3-ə uyğundur A, B. – 28-ci sual. Y bərabərdir kx üstəgəl b funksiyasının qrafiki üçün uyğunluğu müəyyən edin. Baxaq birincisinə. K müsbət, B müsbət. K və B müsbət olduqda qrafik necə olur? Çəkək qrafiki. B müsbət olduqda qrafik y oxunu müsbət nöqtədə kəsir. Məsələn, burada. K müsbət olduqda isə apsis oxunu müsbət istiqaməti ilə iti bucaq əmələ gətirir. Qrafik oldu bu cür. Bu oldu iti bucaq. B isə y oxunu müsbətdə kəsdi. İndi baxaq görə 1-ə hansı variant uyğundur? 1 və 3 rüblərin tənböləndir. Xeyr. Koordinat başlanğıcından keçsəydi, alfada 45 dərəcə olsaydı, onda tənbölən olardı. B variantı 1, 2 və 3-cü rüblərdən keçir. Bəli, düzdür. 1, 2 və 3-dən keçir. Ona görə 1-ə uyğundur B variantı. Baxaq C variantına. 2 və 4-cü rüblərin tənböləndir. Xeyr. 2, 3 və 4-dən keçir. Xeyr. Apsis oxunu müsbət istiqamətlə körbucaq əmələ gətirir. Xeyr. Körbucaq əmələ gətirməsi üçün K mənfi olmalıdır. Amma K müsbət olduğuna görə iti bucaq əmələ gətirir. Ona görə 1-ə yalnız B uyğundur. Baxaq ikinciyə. K mənfi, B də mənfi. K və B mənfi olduqda qrafik necə olur? Qrafiki çəkək. B mənfi olduqda qrafik y oxunu mənfi nöqtədə kəsir. Məsələn, burada. K-da mənfi olduqda apsis oxunu müsbət istiqaməti ilə körbucaq əmələ gətirir. Ona görə qrafik bu cür olur. Oldu körbucaq. Bu körbucaq B isə y oxunu mənfi nöqtədə kəsdi. İndi baxaq görə 2-yə hansı uyğundur? İkinci, 3-cü və 4-cü rüblərdən keçir. Yəni 2-yə uyğundur D variantı. 1 və 3-cü rüblərin tənböləndir. Xeyr. 2 və 4 rüblərin tənböləndir. Xeyr. Apsis oxunu müsbət istiqamətlə körbucaq əmələ gətirir. Bəli, K mənfi olduğuna görə körbucaq əmələ gətirir. 2-yə getdi D və Y. Baxaq indi 3-cüyə. K1, B0 olduqda qrafik necə olur?
Biz bilirik ki k bərabərdir tangens alfaya. Burada k'nı da 1 verib, yəni o deməkdir ki, tangens alfa da bərabərdir 1-ə. Buradan da alfanı tapsaq, alfa olur 45 dərəcə. İndi qrafikimizi çəkək. B 0 olduğuna görə qrafik koordinat başlanğıcından keçir. K da müsbətdir, yəni müsbət 1-ə bərabərdir. Ona görə iti bucaq əmələ gətirir. İti bucağımızı da tapmışıq ki, 45 dərəcə. Yəni 90-ın yarısı. 45 dərəcə. Deməli, bu qrafik 1-ci və 3-cü rüblərin tən böləndir. Yəni 90 dərəcənin yarısıdır. Deməli, onda 3-ə hansı variant uyğundur? 1 və 3-cü rüblərin tən böləndir. A variantı. Keçək 29-a. Y bərabərdir kx üstəgəl B funksiyasının qrafiki üçün uyğunluğu müəyyən edin. Baxaq birincisinə. K mənfi, B isə müsbətdir. Bu zaman qrafik necə olur? B müsbət olduğuna görə qrafik Y oxunu müsbət nöqtədə kəsir. Məsələn, burada. K mənfi olduğuna görə isə apsis oxunun müsbət istiqaməti ilə çorbucaq əmələ gətirir. Yəni, qrafik olur bu cür. Bu oldu çorbucaq. Demək, qrafik Y oxunu isə müsbət nöqtədə kəsdi. B müsbətdir. Baxaq görə birinciyə hansı variant uyğundur. Qrafik keçir 1, 2 və 4-cü rüblərdən. 1-ci, 2-ci və 4-cü rüblərdən keçir. Yəni, 1-ə uyğundur C variantı. Baxa görə başqa hansı variant uyğundur? 1, 3 və 4-dən keçir, xeyr. 2 və 4-ün tən bölənində xeyr. 1 və 3-ün tən bölənində xeyr. Apsis oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirir, xeyr. K mənfi olduğuna görə çorbucaq əmələ gətirdi. Baxaq indi ikincisinə. Demək, 1-ə uyğundur yalnız C. İkinciyə baxaq. K müsbət, B isə mənfidir. Bu zaman qrafik necə olur? B mənfi olduğuna görə Y oxunu mənfi nöqtədə kəsir. Məsələn, burada. K isə müsbət olduğuna görə apsis oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirir. Məsələn, qrafik olur bu cür. Bu oldu iti bucaq. B isə mənfidir. İndi baxaq görə 2-yə hansı variant uyğundur? 1, 2, 3, 4. Demək, qrafik keçir 1-ci, 3-cü və 4-cü rüblərdən. 2-yə uyğundur A variantı. Baxa görə başqa hansı variant uyğundur? 2 və 4-ün tən bölənində xeyr, 1, 3-ün tən bölənində xeyr. Apsis oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirdi. Bəli, iti bucaq əmələ gətirib. 2-yə uyğundur A, Y. Baxaq üçüncüsünə. K bərabərdir mənfi 1, B bərabərdir 0-a. K mənfi 1, B 0 olduqda qrafik necə olur? B 0 olduğuna görə qrafik koordinat başlanğıcından keçir. İndi baxaq K-ya. Biz bilirik ki, K tangens alfaya bərabərdir. Tangens alfa da bərabər olur mənfi 1-ə. Buradan da alfanı tapsaq, alfa olur 135 dərəcə. İndi baxaq, K mənfi olduğuna görə qrafik 2-ci və 4-cü rüblərdən keçir. B də 0 olduğuna görə koordinat başlanğıcından keçir. Deməli, çəkdik qrafiki bu cür. Bu da oldu 135 dərəcə. Biz bilirik ki, bura düz bucaq 90 dərəcədir. Yəni, bura 90 dərəcədir, bura 90 dərəcə olduqda burada 45 olur. Deməli, bu qrafik 2 və 4-cü rüblərin tən böləndir. 3-ə uyğundur B variantı. D 1 və 3-ün tən bölənində xeyr, bu uyğun deyil. Baxaq Y-yə. Apsis oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirir. Xeyr, Y 2-yə gedibdir. Deməli, 3-ə uyğundur yalnız B. Baxaq 30-cu suala. Hovuzu doldurmaq üçün istifadə edilən A kranından, boşaltmaq üçün isə istifadə edilən B kranından axan suyun həcminin zamandan asılılıq qrafikləri verilmişdir. Hər iki kran eyni zamanda açılaraq 8 saat açıq qalarsa, həcmi 50 kub metr olan boş hovuzun neçə faizi su ilə dolar?
Deməli, bu qrafik y bərabərdir kx funksiyasının qrafikinə uyğundur. Burada suyun həcmi y-dir, zaman isə x-dir. Deməli, A kranı doldurur, B kranı isə boşaldır. İndi baxaq A kranına. Y bərabərdir 18-ə. X isə bərabərdir 2-yə. Onda K nəyə bərabər olar? Buradan K bərabərdir y böl x-ə. Onda K da bərabər olar 18 böl 2-yə. Bərabərdir 9. Deməli, y bərabərdir 9x-ə. Bu oldu A kranı. İndi B kranına baxaq. Y bərabərdir 15-ə. X isə 3-ə bərabərdir. Onda K nəyə bərabər olar? 5-ə. Yəni 15-i böldük 3-ə, alındı 5. Deməli, y bərabərdir 5x. Bu da oldu B kranı. Bunlar hər iki kran eyni zamanda açılsa, onda onlar 9x çıxılsın 5x bərabərdir 4x. 8 saat açıq qalarsa, yəni x-in yerinə 8 qoyuruq. 4 vur 8 bərabərdir 32 kub metr. Deməli, 8 saat açıq qalarsa 32 kub metr dolar. İndi bizə deyir ki, həcmi 50 kub metr olan boş hovuzun neçə faizi dolar? Yəni, 32 50-nin neçə faizidir? Bunu tapmaq üçün 32-ni bölürük 50-yə, vururuq 100-ə. Bərabərdir 64%. Deməli, cavab 64-ə bərabərdir. Keçək 31-ci suala. A-nın hansı qiymətində bu funksiyanın qrafiki yalnız 1 və 2-ci rüblərdə yerləşir? Fx bərabərdir a kvadrat çıx 10-a üstəgəl 16, x üstəgəl 9 çıx a kvadratı. Bu y bərabərdir kx üstəgəl b funksiyası şəklindədir. Yəni xətti funksiyadır. Burada a kvadrat çıx 10-a üstəgəl 16 k-nı göstərir. 9 çıx a kvadratı isə b-ni göstərir. Bu funksiyanın qrafikinin yalnız 1-ci və 2-ci rüblərdə yerləşməsi üçün bu funksiya sabit funksiya olmalıdır. Baxaq qrafikinə. 1-ci və 2-ci rüblərdə yerləşdikdə bu cür olur. Bu da sabit funksiyanın qrafikinə aiddir. Bu funksiyanın isə sabit funksiya olması üçün k 0-a bərabər olmalıdır. B isə müsbət hissədədir. Ona görə B böyükdür 0 olur. İndi həll edək. A kvadrat çıx 10-a üstəgəl 16 bərabərdir 0. Vuruqlara ayırıram. A çıx 8, A çıx 2 bərabərdir 0. A-nı 8 və 2 aldım. İndi baxıram B-yə. B böyükdür 0 olduğuna görə yazıram 9 çıx A kvadratı böyükdür 0. Vuruqlara ayıram. 3 çıxa 3 üstəgəl A böyükdür 0. Ədəd oxu çəkirəm. -3 və 3. Deməli, 3-dən böyük qiymət qoyduqda mənfi alınır. -3 və 3 arası qiymət qoyduqda, məsələn 0, onda müsbət alınır. Bura isə mənfi. Bizə də müsbət hissə lazımdır. Ona görə -3, 3 aralığı olur. İndi baxıram. A-nın hansı qiyməti -3 və 3 aralığındadır? 8 deyil, 2. Yəni 2, -3 və 3 aralığındadır. Ona görə cavab 2-yi götürürük. Baxıram 32-ci suala. 32 də eyni bu qayda ilə həll edirik. A-nın hansı qiymətində bu funksiyanın qrafiki yalnız 3 və 4-cü rüblərdə yerləşir? A kvadrat çıx 8A üstəgəl 15, x üstəgəl A kvadratı çıx 16. Burada K-nın yerində bu ifadədir, B-nin yerində isə bu ifadə. Bu qrafikin yenə yalnız 3 və 4-cü rüblərdə yerləşməsi üçün bu funksiya sabit funksiya olmalıdır. Qrafiki yerləşir 3 və 4-cü rüblərdə. Deməli, bu funksiyanın sabit funksiya olması üçün k bərabər olmalıdır 0-a. Burada baxıram, b isə mənfi hissədə olduğuna görə b kiçikdir 0 olmalıdır. İndi yazıram, a kvadrat çıx 8a üstəgəl 15 bərabərdir 0. A çıx 3, A çıx 5 bərabərdir 0. A-nı 3 və 5 aldım. İndi baxıram B-yə. A kvadrat çıx 16 kiçikdir 0. A çıx 4,
A üstəgəl 4 kiçikdir 0. Ədəd oxu çəkirəm. -4 və 4 qiymətlərini qeyd edirəm. Deməli, -4 və 4 arası qiymət versəm 0 məsələn, mənfi, müsbət olur mənfi. 4-dən böyük, məsələn 5 versəm olur müsbət. -4-dən kiçik, məsələn -5 versəm yenə olur müsbət. Deməli, kiçik olduğuna görə -4 və 4 aralığı. İndi baxıram, A-nın hansı qiyməti -4 və 4 aralığındadır. 5 deyil, 4-dən böyükdür. Ona görə cavab 3 olur. 3 -4 və 4 aralığındadır. Baxaq 33-cü suala. Y bərabərdir 4m çıx m kvadratı üstəgəl 12x üstəgəl 10m çıx m kvadratı çıx 16. Bu funksiyanın qrafikinə əsasən m parametrinin ala biləcəyi tam qiymətlərin cəmini tapın. Bu funksiya y bərabərdir kx üstəgəl b funksiyası şəklindədir. Burada k bu ifadəyə bərabərdir, b isə bu ifadəyə bərabərdir. Yazıram, k bərabərdir 4m çıx m kvadratı üstəgəl 12, b isə bərabərdir 10m çıx m kvadratı çıx 16. İndi baxaq qrafikə. Qrafik y oxunu müsbət nöqtədə kəsib. Onda b böyükdür 0, yəni b müsbət olur. Qrafik absis oxunun müsbət istiqaməti ilə iti bucaq əmələ gətirib. Onda k-da olur müsbət. Çünki iti bucaq əmələ gətirib. Kör bucaq əmələ gətirəndə mənfi olur. İti bucaq əmələ gətirdiyinə görə yazırıq k böyükdür 0. İndi yazıram 4m çıx m kvadratı üstəgəl 12, k böyükdür 0. Yazıram böyükdür 0. B isə b də böyükdür 0. Ona görə yazıram 10m çıx m kvadratı çıx 16 böyükdür 0. Bərabərsizliyi həll edirəm. Yazıram mənfi m kvadratı üstəgəl 4m üstəgəl 12. Mənfiyə vururam. M kvadrat çıx 4m çıx 12. Mənfiyə vuran zaman işarə dəyişir. Olur 0. Kiçikdir 0. M çıx 6. M üstəgəl 2 kiçikdir 0. Ədəd oxu çəkirəm. -2 və 6 ədədlərini qeyd edirəm. 6-dan böyük bir ədəd götürsəm, məsələn 7 olur müsbət vurur müsbət, müsbət. -2 və 6 arası 0 məsələn götürsəm olur mənfi. Məsələn -2-dən kiçik götürsəm olur müsbət. Digər bərabərsizliyi həll edək. -m kvadratı üstəgəl 10m çıx 16 böyükdür 0. Mənfiyə vurduqda m kvadratı çıx 10m üstəgəl 16. Mənfiyə vurduğumuza görə işarə dəyişir. Kiçikdir 0. Vuruqlara ayırıram. M çıx 8, M çıx 2, kiçikdir 0. Ədəd oxu çəkirəm. 2, 8. 2 və 8 arası bir ədəd desəm, məsələn 3 desəm, mənfi vur müsbət olur mənfi. 8-dən böyük olur müsbət. 2-dən kiçik, məsələn 1 desəm, mənfi vur mənfi olur müsbət. Deməli, burada da m 2 və 8 aralığı qiymətlər alır. İndi ədəd oxu çəkirəm. -2, 2, 6, 8. -2, 6 aralığını qeyd edirəm. Bir də 2 və 8 aralığını qeyd edirəm. Üst-üstə düşən hissə hansı oldu? 2 və 6 aralığı. Deməli, olur 3, 4 və 5. M parametrinin ala biləcəyi qiymətlər 3, 4 və 5-dir. Bunların cəmi isə 12 olur. F 3x minus 5 üstəgəl f 2x üstəgəl 3 bərabərdir 15x üstəgəl 12-yə. F5-i soruşur. Fx xətti funksiyadır. Bərabərdir kx üstəgəl b şəklindədir. Biz f3x minus 5-i tapmaq üçün funksiyada x-in yerinə bu ifadəni qoymalıyıq. Yəni k vurulsun 3x minus 5 üstəgəl b. f2x üstəgəl 3-ü tapmaq üçün yenə funksiyada x-in yerinə bu ifadəni qoymalıyıq. Yəni 2x üstəgəl 3 üstəgəl b. Bizə də şərtdə qeyd edib ki, bu funksiyaların cəmi 15x üstəgəl 12-yə bərabərdir. Toplayıb bərabər edirəm 15x üstəgəl 12-yə. Yəni k vurulsun 3x minus 5 üstəgəl b. Üstəgəl k vurulsun 2x üstəgəl 3 üstəgəl b. Bərabərdir 15x üstəgəl 12-yə. Vurub açıram. 3kx çıx 5k üstəgəl b. Üstəgəl 2kx üstəgəl 3k üstəgəl b. Bərabərdir 15x üstəgəl 12-yə. Kx-ları bir toplayıram.
5kx üstə gəl 2b çıx 2k bərabərdir 15x üstə gəl 12. Burada 5kx 15x-a bərabərdir. 2b minus 2k isə bərabərdir 12-yə. Buradan k-nı tapıram. X-lar ixtisar getdi. 5k bərabər oldu 15-ə. K-nı tapdım 3. K-nı bu ifadədə yerinə qoyuram. 2b çıx 2 vur 3 bərabərdir 12. 2b bərabərdir 18. B də bərabərdir 9. B-ni də tapdım 9. İndi F5-i necə tapıram? F5 bərabərdir kx üstə gəl b. Burada x-in yerinə 5 qoyuruq. Yəni k vur 5 üstə gəl b. K və b qiymətlərini də tapmışıq. 3 vur 5 üstə gəl. B-ni də aldım 9. 15 üstə gəl 9 bərabərdir 24. Cavab 24. Baxaq 35-ci suala. Deməli, burada L1 bərabərdir K1x üstə gəl B-yə, L2 də bərabərdir K2x üstə gəl B-yə. Baxaq qrafikə. Bura 4-dür. Burada 4-dür. Bura isə alfadır. Biz bilirik ki, K1 bərabərdir tangens alfaya. Tangens alfa da bərabərdir qarşıdakı katetin bitişik katete olan nisbətinə. Baxaq qrafikə. Qarşıdakı katet 4-dür. Bitişik katet isə -2-dən 4-ə qədər olur 6. Tangens alfa bərabər 4-ün 6-ya nisbətinə, yəni 3-də 2. Deməli, biz K1-i tapdıq ki, 3-də 2-yə bərabərdir. Qrafiklərin qarşılıqlı vəziyyəti perpendikulyar olarsa, onda K1 vur K2 bərabərdir -1 olar. Deməli, buradan K2-ni tapa bilərik. K1 3-də 2 vur K2 bərabərdir -1. Deməli, K2 nəyə bərabərdir? -1 bölünsün 3-də 2, yəni -1 vurulsun 2-də 3-ə. Bu da bərabərdir -2-də 3. Onda L2 bərabərdir -2-də 3 x üstə gəl b olar. Burada A nöqtəsini 4 verib, yəni x və L2-nin qiyməti 4-dür. Yazıram, -2-də 3 vurulsun 4 üstə gəl b bərabərdir 4. Buradan b-ni tapa bilərəm. -6 üstə gəl b bərabərdir 4-ə, b də bərabərdir 10-a. Onda L2 düz xəttin tənliyi necə olar? L2 bərabərdir K2x üstə gəl b. K2-ni tapmışıq -2-də 3, b-ni isə 10 tapdıq. Bərabərdir -2-də 3 x üstə gəl 10. Tənlik bu cür olar.